Balakən rayonunun Tallar kəndində həyətyanı torpaq satışa çıxarılır. Torpaq Uğlavoyda yerləşir. Hər iki tərəfi yoldur. Satışa çıxarılan torpağın qıraqları limon kolu ilə əhatəyə alınmışdı. Girişində dəmir belə qapılar qoyulmuşdu. İçərisində fındıq tumalardır, həyətyanıdır. İçərisində təxminən 20-25 toma iri fındıq tomalarıdır. Torpağın təyinatı həyətyanıdır. Yəni 10 sotun kubcası var həyətyanı kimi. Yerdə qalan torpaq istifadəsindədir. Yəni təxminən 16-17 sot torpağı olar. İçərisinə su xətti çəkilmişdir. Qaz xətti, işıq xətti qarşısında var. Su xətti bu hissənin içərisinə çəkilmişdir. Asfalt yoldan təxminən 700-800 metr aralı bir məsafədə yerləşir. Torpaq təcilli satılır. Qeyd etdiyim kimi kubşalıdır. Qonşuluqda gördüyünüz kimi evlər var, yaşayış var. Torpaq sahəsi 10 sotdan çoxdur. Qeyd etdiyim kimi 10 sotun kubcası var. Yerdə qalan torpağı istifadəsindədir. Torpaq yenə qeyd edirəm. Yol kənarında, yəni hər iki tərəfi maşın yoludur. Qiyməti 10.000 manata təklif olunur. İndiki bazar qiymətlərindən aşağı qiymətə satılır. Həyətyanıdır, yəni ev tikə bilərsiniz. Kubşalıdır.